Niyə rus dilini ingilis dili kimi öyrənmirik? Bu sual tez-tez gəlir və buradakı cavab rus dilinin spesifik quruluşundan irəli gəlir. Örnəklər üzərindən göstərsək, burada ingilis dilində cümlələri görürük. Yəni burada mənim yoxdur, müxtəlif predmetləri qoymuşuq. Bunlar dəyişikliyə məruz qalmır. Olduqları kimi qoyulur. İndi eyni cümlələri rus dilində qurmağa çalışaq. Məsələn, deyək ki, mənim maşınım yoxdur. Maşın rusca olacaq. Maşina. У меня нет, mənim yoxdur. У меня нет машины. Görürüz mü? Maşina oldu maşina. Aydı keçdi ı-ya. Bütün a'lar ı-ya mı keçir? Əlbəttə ki, xeyr. İndi deyək ki, mənim kitabım yoxdur. У меня нет книги. Kniga oldu kniги. Deyək ki, məsələn, kompüterim yoxdur. У меня нет компьютера. Artıq burada a gəldi. İndi deyək ki, məsələn, lüğətim yoxdur. У меня нет словаря. Burada artıq ya gəldi. Deyək ki, məsələn, dəftərim yoxdur. У меня нет тетради. Gördüyünüz kimi isimlərin sonluqları dəyişir. Yəni tək sonluq deyil, müxtəlif sonluqlar gəlir. Buna əlbəttə ki, səbəb olan şey yəlik haldır. Rus dilində olmayan şeyləri yəlik halda əlavə edirik. Ümumiyyətlə, rus dilini öyrənirsinizsə, rus dilinin fərqli bir dil olduğunu və fərqli prinsiplərə sahib olduğunu anlamağınız lazımdır. Rus dilinin necə işlədiyini bilmək istəyirsinizsə, kanalımızda bu haqda geniş bir video var. O videonu izləməyinizi tövsiyə edirəm. Onun da bağlantısını videonun aşağı hissəsinə yerləşdirəcəm. Oradan daxil olub izləyə bilərsiniz.